Salam. Gəlin ən çox qarışdırılan sözün kökü, başlanğıc forması və söz nədən yaranıb anlayışlarına diqqət yetirək. Birinci sözümüz əkinçilər sözü. Sözümüzün kökü əkdir. Ək feilindən əkin ismi yaranıb. Əkindən həmin sahə ilə məşğul olan peşə anlayışı bildirən əkinçi sözümüz yaranıb. Eyni zamanda larlar isə qrammatik şəkilçimizdir. İşarələrimizi qoyduq. İndi baxaq görək sözümüzün kökü nədir? Bizdən sözün kökünü soruşsalar, deyirik ki, sözün kökü ək feilidir. Yaxşı, sözün başlanğıc forması hansıdır? Başlanğıc forma qrammatik şəkilçiyə qədər olan hissədir. Yəni, bu larlar hissəsini götürmürük. Sözün başlanğıc forması əkinçidir. Yaxşı, bizdən soruşsalar ki, söz nədən yaranıb? Feildən yaranıb, yoxsa isimdən? Belə olan halda sonuncu leksik şəkilçini silirik. Yerdə qalan hissə bizim sözümüzün yarandığı nitq hissəsi hesab olunur. Yəni, bizim əkinçilər sözümüz əkin ismindən yaranıb, ək feilindən yox. Daha sonra diqqət edək ikinci sözə. Bizim dilimiz elə dildir ki, normalda əvvəl gəlir kök, leksik şəkilçi, daha sonra gəlir qrammatik şəkilçi. Yəni, 80-90% sözlərimizdə bu cür təhlil gedir. Ancaq bəzi sözlərimiz var ki, həmin sözlərdə əvvəl kök, qrammatik, daha sonra leksik şəkilçi gəlmə ehtimalı olur. Və gildəki sız kimi şəkilçilər var ki, bu şəkilçilər həmin qrupa aid olan şəkilçilərdəndir. Deməli, baxaq sözümüzə. Baba sözün kökü, mənim babam, mənsubiyyət qrammatik, gil isə olur leksik şəkilçi. Bəs bu təqdirdə sözün başlanğıc forması nə olur? Bu təqdirdə sözün başlanğıc forması birlikdə, yəni qrammatik şəkilçi götürülür. Yəni, bu zaman sözün başlanğıc formasını baba kimi götürmürük. Babam gil birlikdə başlanğıc forma kimi götürülməlidir. Daha sonra baxırıq üçüncü sözə. Çəmənlik. Sözümüzün kökü çəmən, lik isə leksik şəkilçidir. Sözümüzün başlanğıc forması çəmənlikdir. Yarandığı nitq hissəsi isə çəmən ismidir. Yəni, bu hissə bizim sözümüzün yarandığı nitq hissəsi hesab olunacaq.